Müzakirə etdiyimiz qanun layihəsi informasiya təhlükəsizliyi və ictimai maraqlar baxımından mühüm əhəmiyyət kəsb edir və millət vəkillərinin və dəyərli həmkarlarının da fikirləri ilə razıyam ki, ümumiyyətlə həm dövlət rəhbəri, həm də xüsusi bir statusda olan insanlara daha çox bunlar fərdi statusdan deyil, bir institusional simvol kimi olduğunu qəbulləməliyik və onlara qarşı qeyri-etik söz və davranışlar konkret bir şəxsə deyil, dövlət institutlarına, milli rəmzlərə və bayraq və dövlətin təmsil etdiyi dəyərlərə yönəlmiş münasibət anlamı daşıyır və bu şəkildə də olmalıdır. Və məncə şəxsi düşüncəm odur ki, bu məsələlərdə ola bildiyincə sərt qərarlar verilmədiyi müddət içərisində əfsuslar olsun ki, insanların, cəmiyyətin bu mövzuda kirli düşüncələrlə qarşı-qarşıya qalması getdikcə artmaya davam edəcəkdir. Eyni zamanda son dövrlərdə hamımıza məlum olan bu qanun layihəsində əlaqəli olan bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, internet resurslarında və sosial şəbəkələrdə əsassız təsdiqini tapmayan məlumatların konkret, xüsusən tibb məsələlərinə və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır. Xanım sədr, mən bildirmək istəyirəm ki, bu paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır və lakin cəmiyyətdə fakt kimi təqdim olunur və durmadan tirajlanır. Nəticə etibarilə bu həkimlərin peşəkar reputasiyası riski ilə üz-üzə qalması hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəsi də odur ki, bugün getdikcə daha çox aydın bir şəkildə fərq olunan, getdikcə həkimlər və xəstəxanalar arasında ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən və tibbi müdaxilələrdən yayılma halları yaranır. Bu isə artıq təkcə bir həkimin və xəstəxananın deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir. Unutmamalıyıq ki, tibb sahəsi də emosional manipulyasiyalara və ictimai linç mexanizmlərine ən həssas sahələrdən biridir. Burada səhv və təhrir olunmuş informasiya sadəcə image məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir. Bu baxımdan hesab edirəm ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı peşəkar fəaliyyətin qorunması və faktların təsdiqi və məsuliyyət balansı ilə bağlı dəqiq şəkildə nəzərə alınmalıdır və tənqid əlbəttə ki, qəbul edilir ki, mümkündür, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır. Əks halda biz cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkinən mövqeyə sürükləmiş olacaq ki, bu isə heç kimin marağında deyil və bugün ölkədə həyata keçirilən səhiyyə statlarının da ümumi məqsədinə zid bir hərəkətdir. Təklif edirəm ki, ikinci oxunuşda bu aspekt ayrıca nəzərə alınsın və gələcəkdə tibb sahəsində münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmalar formalaşdırılsın. Mən qanun layihəsini dəstəkləyirəm və bütün millət vəkillərində qanun layihəsini dəstəkləməyə çağırıram.